Salam uşaqlar, bugünkü dərsimiz Quba xanlığıdır və yaranmasına baxaq. 1726-cı ildə Rusiya ondan asılı olmaq şərti ilə Hüseynəli bəyi Quba hakimi təyin etdi və 1747-ci ildə Nadir Şahın ölümündən sonra Hüseynəli xan Quba xanlığını yaradaraq müstəqil siyasət yeritməyə başladı. Xanlığın mərkəzi əvvəlcə Xudad, daha sonra Quba şəhəri olmuşdu. Daha sonra Quba xanlığının hərbi və iqtisadi gücün inkişafı Hüseynəli xanın fəal xarici siyasət yürütməsi nəticəsində olmuşdur. Bu siyasət nəticəsində 1757-ci ildə ilk olaraq Səlyan ərazisi Quba xanlığına birləşdirildi. Daha sonra Salyan mahalının Quba xanlığına birləşməsi gələcəkdə Bakı və Şamaxının da Quba xanlığına birləşdirilməsinə gətirib çıxardacaqdı. Daha sonra Quba xanlığının əlverişli coğrafi strateji mövqeyinə baxaq. Dağlıq ərazidə yerləşməsi və müdafiə qallarının çoxluğu xanlığın xarici hücumdan müdafiəsini asanlaşdırırdı. Ticarət yolları üzərində olması isə xanlığın iqtisadi inkişafına müsbət təsir göstərirdi. Bütün bu amillər Quba xanlığının qısa müddət ərzində güclənməsinə şərait yaratdı. Düşmən hücumları və feodal müharibələrindən daha çox zərər çəkmiş olan qonşu ərazilər Quba xanlığının ərazisində məskunlaşması xanlığın iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur. Hüseynəli xandan sonra hakimiyyətə gələn onun oğlu Fətəli xanın dövründə isə xanlığı möhkəmləndirmək üçün vergi, köçürmə və birləşdirmə siyasəti həyata keçirildi. Vergi islahatına görə yığılan vergilər birbaş xəzinəyə daxil olması təmin etmək üçün vergilər mahal nahibləri tərəfindən toplanılması qaydası ləğv olundu və kəndxuda toplamalı vergini özü şəxsən öz xan xəzinəsinə təhvil verməli idi. Bununla da bəzi mükəlləfiyyətlər isə yalnız xan hesablarının tələbi ilə yerinə yetirilməli idi. İndi köçürülmə siyasətinin məqsədinə baxaq. Xanlığın əhalisini artırmaq məqsədi ilə Muğan və Gülan Ərdəbil əhalisinin bir qismi köçürüldü. Xanlığın sərhəddini möhkəmləndirmək məqsədi isə 1768-ci ildə Muğandan Şahsevən tayfaları köçürüldü. Birləşdirmə siyasətinə baxaq. Əsas hədəfi bütün Azərbaycan və İranın bəzi ərazilərini ələ keçirmək idi. Birləşdirmə siyasətində bütün Şimal-Şərq Azərbaycan torpaqları, Dərbənd, Bakı, Şamaxı, Cavad, Şəki, Lənkəran kimi xanlıqlar Quba xanlığına birləşdirilmişdi. İndi Dərbənd xanlığının birləşdirilməsinə baxaq. 1759-cu ildə Hüseynəli xanın birləşdirmə siyasətini davam etdirən Fətəli xan yerli əhalinin köməyi ilə 1759-cu ildə Dərbəndi müqavimətsiz Qubaya birləşdirdi. Bu hadisə Quba xanlığının strateji mövqeyini daha da möhkəmləndirdi və şəhərin mühafizəsi Fətəli xanın yoldaşı Tutubikə xanıma tapşırıldı. Dərbənd birləşdirən Fətəli xan aşağıdakı amillər kömək etmişdir. Dərbənd xanlığının hərbi cəhətdən o qədər güclü olmaması, yerli əhalinin çoxu vergi siyasətindən, Dərbənd xanının vergi siyasətindən narazı olması və Fətəli xandan kömək istəməsi idi. Xəzər sahil vəlayətlərdə Quba xanlığından başqa Dərbənd, Bakı və Lənkəran xanlıqları da yaranmışdı. Dərbənd xanlığının əsasını Məhəmməd Hüseyn xan qoymuşdur. Məhəmməd Hüseyn xan ağır vergi siyasəti və zülmdən narazı olan əhali kömək üçün Quballı Fətəli xana müraciət etdilər. Fətəli xan Dərbəndi tutduqdan sonra Hüseynəli xanı həbs etdirərək zindana apardı və 1806 Dərbənd xanlığı Rusiya tərəfindən işğal olunaraq ləğv olunmuşdu. Bakının birləşdirilməsinə baxaq. 1767-ci ildə Nicət diplomatiyası nəticəsində Bakı xanlığı Qubaya xanlığına birləşdirildi və artıq rəsmi olaraq Fətəli xan Quba, Dərbənd, Bakı və Səlyan hakimi kimi tanınır. Beləliklə, Səlyan ərazisinin Dərbənd, Bakı xanlıqları Quba xanlığı birləşməsi Şimali, Şərqi Azərbaycan torpaqlarına birləşməsi üçün birinci mərhələsi olmuşdur. Bakının Quba xanlığı birləşməsi zərərdən səbəblər isə bunlar idi. Bakının Xəzər dənizinə başçı liman və ticarət mərkəzi olması, xanlığın xarici hücumuna məruz qalması Quba üçün təhlükə yaratması və əhalinin Quba xanlığı birləşməsinə tərəfdarı olması idi. İkinci mərhələsinə baxaq Fətəli xanın birləşdirilməsinin. Şamaxının birləşdirilməsi 1768-ci ildə Fətəli xan Dərbənddən sonra Şamaxı xanlığı birləşmək istəsə də aşağıdakı səbəblər xanlığın birləşdirməyə təxirə salmışdı. Şamaxı xanlığının iqtisadi və siyasi cəhətdən güclənməsi və Şamaxı xanlığının qonşu xanlıqlara kömək alması idi. Dərbənd və Bakı xanlığı birləşdikdən sonra Fətəli xanın məqsədi Şamaxı şəhərini tutaraq öz dövlətini paytaxtı etmək idi. Fətəli xan paytaxtı gələcək Şamaxı köçürmə əsas səbəblər isə coğrafi şərait baxımından Azərbaycanın şimal torpaqları mərkəzində yerləşməsi, Şamaxının Quba birləşməsi siyasətdən əhəmiyyətləri isə bunlar idi ki, Şamaxı şəhəri qədim Şirvanşah dövlətinin paytaxtı olmuşdur. Gələcəkdə Quba Şəki xanlığının mübarizə aparması Azərbaycanın şimal torpaqları möhkəmlənməsinə kömək edəcəkdir. Əvvəlcə Şamaxı xanı Quba xanlığının arasında dağısal hücuma qoymaq məqsədi ilə hər il ödədiyi müəyyən miqdarda vergi verməkdən imtina etdi. Bu səbəbdən iki xanlıq arasında münasibətlər pisləşmişdi.
Hətta Rus alimi Omelyenin yazdığına görə isə Fətəli xan heç bir məhzəb ailə seçkiyə yol vermirdi. 1765-ci ildə Quba-Şamaxı müharibəsi başladı. Fətəli xan əvvəlcə yalnız yolu birləşdirmək üçün Şamaxı xanlığı danışıqları başladı. Əldə edilən razılaşmaya görə Quba xanlığı Şamaxı xanlığını xarici hücumlardan qorumalı idi və Şamaxı xanlığı hər il Quba xanlığına müəyyən vergi verməli idi. Şəki xanı Hüseyin xan Şamaxı xanın kömək etməsi nəticəsində Şamaxı xan razılaşmaqdan imtina etdi və bu zaman Fətəli xan Hüseyin xanı öz tərəfinə çəkdi. 1767-ci ildə Şamaxı xanlığı Quba Şəki xanlığı arasında bölüşdürüldü. Lakin 1768-ci ildə Fətəli xan Şəki hakimi Hüseyin xanı döyüşdə məğlub etdi. Şamaxı xanlığı tamamilə Quba xanlığına birləşdirildi. Zavat Lənkəran və Şəki xanlığının birləşdirilməsinə diqqət edək. Şamaxı xanlığından sonra 1768-ci dinc yolla Kürlə Araz çayının qavuşduğu yerdə Muğanda yerləşən Zavat xanlığı Quba xanlığına birləşdirildi. Muğan ərazisinin birləşməsi Fətəli xan Azərbaycan cənub torpaqlarına hücumuna yol açdı. Cadvuşan döyüşünə baxaq 1774 Quba xanlığının birləşdirilməsi əsasında qarşı çıxan və müstəqilliğini qoruyub saxlamağa çalışan bir səhv feodal hakimlər, xarici qüvvələr Fətəli xana qarşı ittifaq yaratdılar. Fətəli xana qarşı ittifaqa girmiş qüvvələr isə Qarabağ, Şəki xanlığı, keçmiş Şamaxı hakimi Dağıstan hakimləri və Gürcüstan 2-ci İrakli idi. 1774-cü ilin iyulun ayında Gürcüstanın köməyi ilə Qaraqaydak hakimi Əmir Həmzə bir sıra Azərbaycan və digər Dağıstan hakimlərini Quba xanlığına hücum etdilər və 1774-də baş verən Qudatiya xanlığı Cadvuşan döyüşündə Fətəli xan məğlub olaraq Salyanə tərəf çəkilməyə məcbur oldu. Əmir Həmzənin başçılıq etdiyi qüvvələr isə Dərbəndi mühasirəyə aldılar. Fətəli xan tək başına müharibənin çətin olduğunu görüb 1775-ci ildə Rusiyaya elçi göndərib kömək istədi. Fətəli xanın elçiləri Saatçı 2-ci Yekaterinanı qəbul etdi və kömək üçün Qafqazdakı Rus qoşununa Dərbəndə göndərdi. 1775-ci ilin martında Fətəli xan Dərbənddən gələn Rus qoşunun köməyi ilə Əmir Həmzəni məğlub etdi və 9 ay müdafiə olunan Dərbəndin mühasirəsi təhlükəsi aradan qalxdı. Tübkə Dərbəndin müdafiəsini Mətlikə yerinə yetirmişdi. Rus qoşununa Dərbəndə daxil olmasından narazı olan Osmanlı dövləti Rusiya hökumətinə etirazını bildirdi və Osmanlı dövləti müharibəyə gitmək istəməyən Rusiya öz qoşunu Azərbaycandan geri çəkməyə məcbur oldu. Qubalı Fətəli xan Qarabağ Azərbaycan cənubuna yürüşünə baxaq. Dərbəndin mühasirəsini aradan qaldıraraq Fətəli xan əsas diqqəti Qarabağ xanlığına yönəltdi. İbrahim xan güclənməsi Quba xanlığının toqquşmasına qaçılmaz edirdi. Qubalı Fətəli xan birləşdirməsi nəticəsində ara müharibələrə nisbətən son qoyuldu. Xarici hücumlara qarşı bir müddət alındı. Təsərrüfatın inkişafı üçün əlverişli şərait yaradıldı. Quba xanlığının iqtisadi və hərbi siyasi gücü artdı. Quba xanlığı ölkənin siyasi həyatına mühüm rol oynamağa başladı. Daha sonra baxacaq ki, Qubalı Fətəli xan birləşdirmə siyasətinin kəndlilər, sənətkarlar, tacirlər, həmçinin feodalların bir qismi rəğbətlə yanaşırdı. Və 1789-cu ildə Fətəli xan ölümündən sonra Quba xanlığı zəiflədi və onun Quba xanlığı birləşmə xanlığı yenidən müstəqil oldu. İndi baxaq, burada qeyd olunmayıb. Biz deyəcək ki, 1784-cü ildə o Ərdəbil və Meşin ərazisinə, cənub ərazilərinə hücum edir və həmin əraziləri ələ keçirsə də, lakin Rusiyanın kəskin etirazı nəticəsində həmin ərazilərdən qoşununu çıxarmağa məcbur olur. Rusiyanın da buradakı planı o idi ki, gələcəkdə bu əraziləri ələ keçirəcəkdi və bu ərazilərdə güclü bir dövlət istəmirdi özünə qarşı. Ona görə də buna etiraz etmişdi və Quba xanlığı da buna tabe olmuşdu. İndi Qubanın Rusiya tərəfindən işğalı və ləğvinə baxaq. Əhməd xan dövründə, yəni 1789-91-də, Şeyxalı xanın dövründə, 1791-1866-cı il dövründə xanlığın qüdrətini qoyub salmaq mümkün olmadı. Şəki, Bakı, Şamaxı Quba xanlığının tabeliyindən çıxdı və 1797-ci ildə Şeyxalı xan Qazara tabe olaraq ona dostu qələləri yaratdı. 1806-cı ildə Ruslar Qubanı işğal edib keçmiş Bakı xanı 2-ci Məhəmməd xan sədri ilə Qubada yerli bəylərdən ibarət Şura, yəni məclis təşkil etdi. 1810-cu ildə isə Qubada Ruslara qarşı üsyan baş verdi, lakin Rusiya üsyanı yatırdı və Quba xanlığı isə ləğv edilərək komendant idarəçi sürüyü quruldu burada. İndi Qubalı Fətəli xan dövründə Quba xanlığı birləşən ərazilərə baxaq. 1759-da Dərbənd xanlığı, 1767 Bakı xanlığı, 1768 Şamaxı və 1768 Cavad xanlığı, 1785 Lənkəran xanlığı və 1785-ci il isə Şəki xanlığını bura misal göstərmək olar, bəyək xatırından çıxdı demək. 1785-ci ildə bəli,
həm Lənkəran ərazisi, həm də Şəki ərazisi də Quba xanlığından asılı hala düşmüşdü. Yəni torpaq olaraq birləşməmiş, sadəcə asılı hala düşmüşdü və xəritədə də indi sağ tərəfdəki xəritəyə fikir versək, yəni görəcəyik ki, çox geniş bir ərazi Quba xanlığının ərazisinə daxil idi. Yəni burada belə göstərsək, belə bir geniş bir ərazi, buradan başlayaq, geniş bir ərazi Quba xanlığının ərazisinə daxil edilmişdi və bunların hamısını birləşdirilmişdi. Lakin müəyyən bir zaman kəsimindən sonra bu ərazilər, əsasən də Fətəli xan vəfatından sonra bu ərazilərin hamısı tabelikdən çıxdı və xəritədə də göstərilib, bəli, və burada məsələn hücumları, Qubalı Fətəli xanın hücumları, məsələn, Qubalı Fətəli xandan əvvəl olan ərazilərdir. Məsələn, 1757-ci Səlyan ərazisi Hüseyn Əli xan tərəfindən ələ keçirilmişdi. Məsələn, 59-cu ildə Dərbənd xanlığına hücum var. Daha sonra məsələn 68-ci Şamaxı xanlığı, Cavad xanlığı, sonra 85-ci də Şəki xanlığı, Lənkəran xanlığı, sonra Ərdəbil və Beşkin ərazisinə hücum var. Bu ərazilərə hücum eləyir 84-cü ildə, 80-81-ci ildə Qarabağ xanlığına hücum eləyir və bu ərazilərin hamısı xəritədə də qeyd olunub, belə dəstədə bildirildi. Yəni bunlara diqqət eləyək, inşallah faydalı olacaqdır. Oldu, sağ olun.